qidalar tam birbaşa xərçəngi və digər xəstəlikləri yaratmağa səbəb olan orada maddələr daxil olunur. Psixoloji gərginlik. Getdikcə kapitalizmdə hamı stres içində yaşayır, pul dalınca qaçmaq. Ümumiyyətlə, bazar iqtisadiyyatı insaniyyətə ziddir və beynəlxalq imperializmin bugünkü böhranı bəşəriyyəti tam sürətlə məhvə doğru aparır, hər bir yollarla. O yollardan da biri xərçəngin müalicəsini əngəlləməkdir. Təsəvvür eləyin ki, elmi sübutu olmayan 3 üsulu istifadə edirlər. Elmi sübutları olan üsulları isə qoymurlar protokollara daxil olsun. Baxmayaraq ki, bir çox ölkələrdə var o klinikalar. Deyək ki, Almaniyanın özündə 200-dən çox belə inteqrativ təbabiyyat klinikaları var. Meksikada var, digər ölkələrdə var, İsraildə istifadə edirlər. Amma digər ölkələrdə bunu əngəlləyirlər, imkan vermirlər. Elə Azərbaycanın özündə qadağan ediblər ki, özəl onkoloji klinikalar işləsin. Özəl klinikalarda onkoloqlar çalışsın. Qadağan ediblər. Bunu mümkün deyil eləmək. Və bu problemlərdən dolayı əlbəttə ki, artacaqdır. Əlbəttə ki, istəyir alim olsun, istəyir müğənni olsun, istəyir imkanlı adam olsun, o gedəcəkdir, hara istəyirsən getsin. Almaniya, Türkiyə, Rusiya getsə də orada yenə də rəsmi protokollarla eləyəcəkdir. Yenə də cərrahiyyə kimyaşura, hansı ki, cəmi 2% effekt verir. Və 98% effekti verən üsulları daxil eləmirlər, qoymurlar orada daxil olunsun.